Reinkarnasiya inancına görə həyat davamlı bir dövr olaraq davam edir və ruhumuz bir bədəndən digərinə keçir. Bu dövrdə qarşılaşdığımız təcrübələr yalnız təsadüfi deyil, hər biri bizə mənəvi dərslər öyrətmək, daxili balansı tapmaq və karmamızı anlamaq üçün bir fürsətdir. Həyat döngülərində qarşımıza çıxan təkrar hadisələr buna bir nümunədir. Dərs öyrənmədikcə eyni növ vəziyyətlər yenidən qarşımıza çıxacaq. Bəzən insanlar dəyişir, lakin yaşadığımız hadisənin özü qalır. Belə halda sual yaranır. Karmamızı necə təyin edə bilərik? İlk olaraq karmanın izlənməsidir. Doğum tarixi və astroloji hesablamalar vasitəsilə keçmiş həyatımızda tamamlanmamış dərslər və karmik borclar müəyyən edilir. Bu borcları tarazlaşdırmaq üçün biz gələcək həyatımızda müəyyən təcrübələri yaşayırıq. İkinci olaraq həyat yolu və karmik sayılardır. Numerologiyada hər bir insanın həyat yolunu və karmasını istiqamətləndirən sayılar mövcuddur. Bu sayılar reinkarnasiya prosesində qarşılaşdığımız dərslər və enerjilər haqqında ipucu verə bilər. Üçüncü olaraq numeroloji dalğalardır. Doğum tarixinə uyğun hesablanan illik dövrlər həyatın müxtəlif mərhələlərində karmanın və dönüşümün izlərini göstərir. Hər il, hər dövr bizə ruhani və mənəvi təcrübələr təqdim edir. Bu da reinkarnasiya prosesində öyrənəcəyimiz dərslərə işarədir. Karyera döngüləri bir nümunədir. Karmik döngülər həyatın müxtəlif sahələrində ortaya çıxa bilər. Məsələn, karyera sahəsində çoxumuz müəyyən dövrlərdə yüksəliş və çöküşlər yaşayırıq. Mən öz həyatımda son 10 ildə belə bir döngü müşahidə etmişəm. Təxminən hər 3 ildə bir vəzifə və ya iş yeri dəyişmişəm. Bu dəyişikliklərdən əvvəl artıq daxili olaraq çökdüyümü və enerjimin sönməyinə başladığını hiss etmişəm. Bu döngülərdə mənim yaşadıqlarım belə olub. İnsanlar yad gəlməyə başlayıb, ünsiyyətlər əvvəlki kimi rahat olmayıb. Gördüyüm işlərdə həvəs azalıb. Ofis və əşyalar məni sıxıb, ətraf mühit yadlaşıb. Daxili olaraq əminliklə başqa yerdə olacağımı hiss etmişəm və enerjim yüksəlib. Yeni iş imkanlarına baxanda intuisiya ilə həmin vəzifənin mənə uyğun olub-olmadığını hiss etmişəm. Əslində bu döngülər mənə nə öyrədir? Əvvəllər karyera dəyişikliklərini yalnız şəxsi uğursuzluq kimi görsəm də, indi anlayıram ki, bu təcrübələr insanlarla ünsiyyət qurmaq, onların həyatlarına toxunmaq və karmamı anlamaq üçün bir fürsət imiş. Sistem mənə ruhani böyümə yolunu göstərirmiş, enerjimi düzgün istiqamətləndirirmiş. Mənə yalnız bunu sevgi ilə qəbul, qarşılamaq, anlamaq və davam etmək qalmışdı. Həyat döngüləri yalnız karyera ilə məhdudlaşmır. Onlar ailə, dostluq, sağlamlıq və digər sahələrdə də görünə bilər. Bəs sizin həyatınızda hansı döngülər yaşanıb? Hansı təcrübələr sizi daha güclü, daha müdrik və daha şüurlu edib? Bölüşərək bir-birimizdən öyrənə və ruhani böyüməni birlikdə yaşaya bilərik. Hər döngü bir dərs, hər dərs bir imkan və hər imkan ruhumuz üçün bir yüksəlişdir. Əgər bu videodakı ruhani yolculuq və karmanın dərsləri sizin üçün faydalı oldusa, kanala abunə olaraq bu səyahəti birlikdə davam etdirə bilərik. Burada paylaşdığım hər bir fikir, hər bir təcrübə sizi qorumaq, ruhunuzu gücləndirmək və daha şüurlu seçimlər etməyə, ilham vermək üçün nəzərdə tutulub. Abunə olun, paylaşımları qaçırmayın və öz həyat döngülərinizi sevgi ilə kəşf etməyə davam edin.